Qalın müəllim, Paşinyan seçicilərlə görüşü zamanı Rusiya prezidenti Vladimir Putinə xüsusi bir vəd verdiyini bəyan edib. Sizcə Paşinyan Putinə nə vəd verə bilər? Bu Ruslar elə bilir ki, Amerikanın bazaları gələcək bu ölkəyə. Paşinyan da onu qoymayacaq. Neytral dövlət statusunu həyata keçirəcək. Ruslar elə bilir ki, onları tamamilə Cənubi Qafqazdan vurub çıxaracaqlar. Bu belə olacaq. Türkiyə bunu istəmir. Türkiyə onların burada at oynatmasına imkan verməyəcək. Amma Paşinyanın verdiyi vəd ondan ibarətdir ki, Ermənistan Rusiya ilə əvvəlki kimi normal münasibətlərini davam etdirəcək. Amma siz deyirsiniz ki, yaxın 3-4 ay ərzində Avropa Birliyinə müraciət edə bilər üzvlük üçün. Müraciət eləmək dərhal daxil olmaq demək deyil. Türkiyə 20 ildir ki, müraciət edib, hələ namizəddir. Bunlar da müraciət edəcək, ən azı 5-6 il çəkəcək, ən az. Ermənistan nə məqsədlə silahlanır sizcə? İndi bəziləri bizə deyirlər ki, silahlanır ki, Azərbaycana hücum etsin. Seçkilərdən sonra sülh müqaviləsi imzalanırlar. O sülh müqaviləsində qəti surətdə göstərilir ki, tərəflər heç zaman bir-birinin üzərinə hücum edə biləcək. Bir də Azərbaycanın qüdrətli ordusu var. Azərbaycana hücum olsa, o tərəfdən də Türkiyəni mən nəzərə alaraq deyirəm ki, bu Ermənistan üçün özünü intihar addımı olar. Olmayacaq, belə şey olmayacaq. Bundan sonra bölgədə əmin-amanlıq, sülh, qarşılıqlı münasibətlər, ticarət və s. hamısı qaydasına düşəcək. Ancaq bu paraddan sonra bəzi Azərbaycanda siyasətçilər var ki, qeyd edirlər, Paşinyan gücləndikdən sonra, Ermənistan gücləndikdən sonra Azərbaycana qarşı yenidən çevrilə bilər. Heç cürə, Paşinyan heç cürə çevrilə bilməz. Hakimiyyətə o millətçi, o revanşist qüvvələr gəlsə, onda təhlükə var. O təhlükədə bizim üçün biz müharibə istəmirik, balalarımızın ölməsini istəmirik. Amma bizim ordu çox qüdrətlidir, biz o zaman İrəvana qədər gedib çıxacağıq.